Salam müəllimlər, salam hörmətli izləyicilər. Demək bu gün sizlərlə pizza, tort kəsim məsələləri ki var. Tutaq ki, verilir ki, pizzadır və yaxud da tortdur. Bunu 3 kəsim etməklə ən çox neçə hissəyə bölmək olar? 5 kəsim etməklə ən çox neçə hissəyə bölmək olar və s. Bunun izahını verəcəm. Baxın müəllimlər, tutaq ki, pizza verilir. Bunu birinci hissəyə baxın. Birinci burada biz heç bir kəsim eləmirik, düzdür? Heç bir kəsim etmədən görürük ki, bir dənə burada bütöv hissə var. İkinci kəsimə baxın. İkinci hissəyə baxın. Bir dənə kəsim etdiyi ortadan, bir dənə kəsim etdikdə görürsünüz bir dənə aşağıda 2 yerə bölündü, düzdür? Bir kəsim elində 2 hissəyə bölünmüş oldu. Həmçinin üçüncü şəklə baxın. Burada 2 kəsim etməklə bunu biz 4 hissəyə bölmüş olduq. Həmçinin dördüncü şəkildə 3 dənə kəsim etməklə bunu biz 7 hissəyə bölmüş olduq. Düzdür, 3 kəsim elində adətən bunu diaqonal kəsdirirlər. Vətənlərdə daha doğrusu kəsdirirlər, elə 6 hissə alınır. Xeyr. Ən çoxu söhbəti var. Ən çoxu sözünə görə biz bunu elə bölməliyik ki, daha da maksimum neçə hissəyə bölmə olarsa onu tapmalıyıq biz. O ki biz hər dəfə belə şəkil çəkməməkdən ötürü, həm də şəkil 4, 5, 6 hissəyə böləndə axı şəkil çəkmək çətin olacaq. Ona da ki, çox vaxt içəri doğru cavabı almaya bilərik biz. Odur ki, bunun hazır düsturunu deyəcəm sizlərə. Və düstur səbəb nədir? Baxın, məsəl üçün 3 hissəyə bölmə demir. 3 hissəyə böldükdə 1-dən 3 ədədləri toplayacaqsınız. 1 üzərinə alsın 2, üzərinə alsın 3 və üzərinə alsın əlavə olaraq 1 gələcəksiniz. Bir pizzanın əminki özüdür. Bax, səbəb nədir? Baxın, görürsünüz, birinci pizzanın özünü görürsünüz, düzdür? Burada biz bunu heç bir hissəyə bölməmişik, xeyr. Bölmədikdə belə özü ən azı var, düzdür? İkinciyə baxın, ikincidə bir dənə hissəyə bölmüşük, 2 hissə alınıb. Odur ki, birbaşa bunun üçün düstur var. Düstur da budur ki, neçə hissəyə bölünürsə, birdən həmin hissəyə qədərlərin sayını cəmin tapırsınız və nəhayət axırda bir özünü əlavə edəcəksiniz. Və yaxud da düstur da belədir ki, n kvadrat üzərinə alsın n, üzərinə alsın deməli 2 sonra bölünsün 2. Düstur budur. Düsturla tapa bilərsiniz və yaxud da dediyim qayda ilə tapa bilərsiniz. Tutaq ki, 5 yerə demir. 5 yerə deyirsə 1-dən 5-ə qədərlərin cəmini tapırsınız. Sonra axırda üzərinə 1 gələcəksiniz. Və yaxud da bu düsturla hesablaya bilərsiniz. N burada kəsim sayıdır. Yəni dediyimiz kimi bunu əlbəttə ki biz bir hər dəfə şəklini çəkib tapmaq bizim üçün çətin olacaq. O ki ən yaxşısı bu düsturu, yəni hardan gəldiyini deyilmə sizlərə. Yəni çünki birinciyə baxırıq ki, heç bir kəsim etmədən görür ki, ən az bir dənə burada hissə var, bütöv hissə var deyə. O ki neçə kəsim edirsə, həmin ədədləri toplayırsınız və axırda üzərinə bir pizzanın özünü də gəlmiş olacaqsınız. Sağ olun.